Salam müəllimlər, necəsiniz? Gününüz xeyirli uğurlu. Mən sizlərə bugün qüvvə hərəkə qabiliyyət haqqında danışacağım. Qüvvə hərəkə qabiliyyət nəyə deyilir? Qüvvə hərəkə qabiliyyət əzələ təqəllüsü hesabına xarici müqaviməti dəf etmək və yəni ona qarşı dayanıqlıq deməkdir. Yəni təqəllüs sözünün mənası budur ki, əzələlərin yığılmasından, açılmasından söhbət gedirsə, əzələ qüvvəsi varsa, deməli qüvvə hərəkə qabiliyyətindən danışırıq. Ümumiyyətlə, qüvvə hərəkə qabiliyyəti, biz bilirik ki, bütün hərəkə qabiliyyətlərin bazası hesab edilir. Əzələ qüvvəsi olmadan heç bir hərəkətdən söhbət gedə bilməz, yer dəyişmə baş verə bilməz. Qüvvə hərəkə qabiliyyəti gimnastika idman növünə aiddir və kişi idman gimnastikasına aiddir. Qüvvə, belə desək, fiziki kəmiyyətdir deyirik. Bu o deməkdir ki, biz bunu fizika elmində bir cismin başqa cismə təsir etməsinə qüvvə deyilir, onunla bağlı bir-birinə əlaqələndirilir, inteqrasiya yaradılır və ümumiyyətlə qüvvə hərəkə qabiliyyəti ümumi təhsil məktəblərində ilk növbədə inkişaf etdirilməsi maksimal qüvvədir. Ən çox maksimal qüvvədən istifadə edirik. Bəzən qüvvə və güc anlayışları çaşqınlıq yaradır. Burada isə belə deyək, qüvvə hərəkə qabiliyyəti, qüvvə deyildikdə əzələ təqəllüsü hesabına hər hansı mexaniki, biomexaniki müqaviməti dəf etməklə hərəkəti təmin etmək qabiliyyəti kimi nəzərdə tutulur, dəyərləndirilir. Güc deyildikdə isə görüldüyü işin vaxtı olan nisbətidir. Funksiyonal sistemlə əlaqəsi deyilsə, dayaq hərəkət aparatıdır. Baxın, bir yazın, yoxsa necə? Qoy baxım, yazaq. Funksiyonal sistemlə əlaqəsi desələr, dayaq hərəkət aparatı, dayaq yazıram belə, qısa yazıram və əzələ sistemi və ürək-damar sistemidir. Yəni, başlığını yazsaq, arxa sözünə gəlir. Ürək-damar sistemidir. Metodları deyildikdə izometrik, dairəvi, zərbə, yəni bir neçə var, imtinaya qədər, biz bilirik, imtinaya qədər metodunu biz yəqin ki, bilirik nəyə deyilir. Əzələ kütləsinin qalınlaşması və böyüməsi zamanı əzələlərin yorğunluğu nəzərdə tutulur imtinaya qədər metod zamanı. Qüvvə hərəkə qabiliyyətinin bir də əlverişli yaş dövrü. Əlverişli yaş dövrü deyildikdə yaş dövrü. Baxın, biz bura 12-18 yaş yaşayıq. 12-18 yaş. Ümumi oğlanlar qızlar arasında əlverişli yaş 13-18 yaş götürülür. Ancaq biz bilirik ki, ümumiyyətlə, qızlar oğlanlara nisbətən aşağı yaşlarda daha güclü olurlar. Sonra gəlir oğlanlar, yetkinlik dövründə qızları keçir. Qızlarda 11-12 yaşdan 15-16 yaşa qədər dövrə əhatə edir. Oğlanlarda isə inkişafı oğlanlarda 13-14 yaşdan 17-18 yaşa kimi əlverişli yaşa hesab edilir qüvvə hərəkə qabiliyyəti zamanı. Yəni, əlverişli yaş dövrü də 12-18 yaş aralığında götürülür. Qüvvə hərəkə qabiliyyəti hansı hərəkə qabiliyyətlə sıx əlaqəlidir desək, burada biz sürət güc hərəkə qabiliyyətini götürürük. Ümumiyyətlə deyək, belə deyək, müəllimlər, bizdən soruşsalar ki, hansı hərəkə qabiliyyət bir hərəkə qabiliyyətlə sıx əlaqəlidir? Biz burada söhbət qüvvə hərəkə qabiliyyətindən danışacağıq. Bir də qüvvə hərəkə qabiliyyətinin, belə deyim, komponentləri var. Komponentləri nə idi? Ümumi qüvvə və qüvvə dözümlüyü. Komponent deyiləndə, yəni tərkib hissəsindən gedir. Hərəkə qabiliyyəti komponent, yəni tərkib hissəsidir. Yəni, hansı bir hərəkətlərin sıxlığı ilə bağlıdır. Burada yazırıq komponent, ümumi qüvvə, və qüvvə dözümlüyü. Ümumi qüvvə, bilirik, əzələ qüvvəsi hesabına yaranmış qüvvədir. Qüvvə dözümlüyü isə dəfələrlə hərəkətin icrasını, əzələ qüvvəsinin dəfələrlə icra edilməsidir. Bir də qüvvə hərəkə qabiliyyəti 4 istiqamətdə və 4 istiqamətdə inkişaf etdirilir. 5 istiqamətdə isə planlaşdırılır. Bunlar hansılar? 4 istiqamət deyildikdə inkişaf, 5 istiqamət planlaşdırma.
daxilına. Yazaq. Birinci nə idi? Yuxarı ətraf, yuxarı. İkinci aşağı. Üçüncü ön ətraf. Dördüncü arxa ətraf. Beşinci yazarıq. Təkmilləşdirmə. Qüvvənin nəyi? Təkmilləşdirməsi. Təkmilləşdirmədən gedir söhbət. Burada yuxarı ətraf, bura çiyin oynar ətraf əzələləri daxildir və 6 əzələ qrupu daxildir burada. 6 əzələ hansılardır? Belə deyim. Barmaqlar, əl darağı, bilək, mil sümüyü, dirsək və bazu. Burada 6 əzələ bunlardır. Və hansı hərəkətləri inkişaf etdirilir? Yuxarı ətraf əzələlər inkişaf etdirilir. Burada kəndirə dırmanmaq, turnikdə dartınma, paralel qollar, dəstəli at, dayaqda qolların bükülüb açılması. Aşağı ətraflara nə aiddir? Əzələ, 2 əzələ aiddir. Burada da baldır və bud. Burada da pəncənin büküb açılmasıdır. Qıçlara yan və şaqılı ox ətraflarında dönməsini təmin edir. Aşağı ətraflara da hansı hərəkətləri icra edirik? Qaz yerişi və ağırlıq qaldırma aşağı ətrafı inkişaf etdirir. Yəni ağır çəki daşlarını qaldırdıqda ayaqlar saxlanması o çəki daşını güc verib qaldırmaq problem yaradır. Ön ətrafa 21 əzələ daxildir. Burada da yenə 21 əzələ daxildir. Bunların sırasında böyük döş əzələsi, qarnın düz çəp və köndələn əzələləri daxil edilir. Yəni burada da biz eləcə belə deyək ki, uzanmış vəziyyətdə gövdənin bükülüb açılmasıdır. Ön əzələ ətraflarını inkişaf etdirir və buna pres də deyilir. Gəldik bədənin arxa əzələ qrupuna. Bura isə 29 əzələ daxildir. 29 əzələ daxildir burada da. Bunlardan kürək, deltavəri, trapesiyaya bənzər kimi kürəyin enli əzələləri daxildir və müxtəlif çəkili daşlarını istifadə etmək bədənin arxa ətrafını inkişaf etdirir. Yəni burada müxtəlif çəkili daşlar qantellərlə hərəkətlərdir. Yəni ağır çəkili daşlar olmamaq şərti ilə müxtəlif çəkili daşlardan istifadə etməklə arxa əzələ ətraflarını inkişaf etdirmək mümkündür. Təkmilləşdirmə deyildikdə isə burada həftədə ən azı 2-3 dəfə qüvvə təyinatlı hərəkətlər yerinə yetirilməlidir. Yəni hər bir məşğələdən sonra əzələlərin dartılması və boşalması üçün hərəkətlərin yerinə yetirilməsi tövsiyə də olunur, belə deyək. Və biz bilirik ki, əzələ qüvvəsi bütün hərəkət qabiliyyətləri bazası hesab edilir. Yəni biz bu etdiyimiz hərəkətlərin təkmilləşdirməsindən söhbət gedir. Bir də fiziki tərbiyədə müəllimlər fiziki tərbiyədə biz mütləq qüvvədən və nisbi qüvvədən danışırıq. Mütləq qüvvə deyildikdə biz burada başa düşürük ki, mütləq qüvvə, yəni öz bədən çəkisindən asılı olmayaraq şagirdin dəf edə bildiyi xarici müqavimətin çəkisidir. Mütləq qüvvə. Mütləq qüvvə nə idi? Xarici müqaviməti dəf etməklə öz bədən çəkisindən asılı olmayaraq, məsələn 60 kiloqramlıq şagird götürür, 40 kiloqram şagird 50 kiloqram çəki daşı götürür, belə deyək. Yəni burada mütləq qüvvədə nə edirik? Çəkin asılı olmayaraq şagirdin dəf edə bildiyi xarici müqavimətdən söhbət gedir. Ancaq nisbi qüvvəni gəlin deyim, nisbi qüvvədə də şagirdin dəf etdiyi xarici müqavimət göstərsin, onun bədən çəkisindən olan nisbətidir. Yəni şagirdin bədən çəkisindən olan nisbətindən gedir. Biz burada nəyi nisbətdən gedirsə söhbət, yəni burada şagird dəf olunan göstəricinin şagirdin hər 1 kiloqramla bədən çəkisinə düşən miqdarını hesablamalıyıq. Yəni burada nisbi qüvvədə biz nisbət deyiriksə maksimal qüvvəni götürürük. Maksimal qüvvə sərf edirik burada biz. Bunu da nə edirik? Bədən çəkisinə bölürük. Burada yəni belə deyim sizə, mən belə deyim. Maksimal qüvvəmiz olur bizim nə? Məsələn, belə deyək, 90 kiloqram. Çəkimiz olur 60 kiloqram.
Biz burada maksimal qüvvəni bədən çəkisinə böldükdə burada düşür 1,5 dəfə, deməli bədən çəkisinə düşən miqdar 1,5 dəfə artıq çəki götürmüşdür. Yəni nisbi qüvvə də burada miqdardan gedir, hesablanmadan gedir söhbət. Yəni bu qədər. Gəldik qüvvənin növlərinə. Növləri deyəndə biz bunları təkan bir neçə növü var. Təkan təhsil məktəblərində hansılardan çox istifadə edilir? Həmin növlərdən danışaq. Birinci təkandır. Təkan. 2. Partlayış. 3. Zərbə. 4. Lənc. Təkan qüvvəsindən danışırıqsa, burada maksimal qüvvə sərf edərkən möhkəm itələnmə və itələmədən gedir söhbət. Yəni, açar söz kimi itələmə yadınızda saxlayın. İtələmə və itələnmə. Partlayış dedikdə isə, burada da qısa vaxt ərzində maksimal qüvvə sərf edirik. Burada maksimal qüvvə göstəririk. Burada da qısa vaxt ərzində, maksimal, yəni qısa yazıram, maksimal bunu belə götürürük. Zərbə deyildiksə, maksimal qüvvə sərf edərək, baxın, maksimal qüvvə sərf edərək neyinirik? Zərbə endiririk. Yəni qısa yazıram, müəllimlər, maksimal zərbə, belə yadınızda saxlayırsınız. Lənc qüvvə deyildiksə, nisbətən yavaş qüvvə sərf edirik. Nisbətən yavaş, yenə burada da qüvvə sərf edirik. Bu da növləridir. 4 növ nəzərdə tutulur təhsil məktəblərində. Əzələ qüvvəsinin təzahür formaları var. Bunlar hansılardır? Əzələ qüvvəsinin təzahür formaları dəf edici, güzəştedici, izometrik və qarışıqdır. Söhbət dəf edicidən gedirsə, dəf edici miyometrik rejimdir, əzələnin yığılmasıdır. Güzəştedici isə polimetrik rejimdir. Yəni, bunları da yazıb, belə yadda saxlamaq olar. Dəf edici təzahür formalardır. Güzəştedici, izometrik, bir də qarışıq. Deməli, burada neçə növ oldu? 1, 2, 3, 4. 4 növ oldu. 4 növ deyirəm, təzahür formaları oldu. 4 təzahür forması var. Burada nəyini nəzərdə tutduq? Miyometrik. Yəni, burada ştank ilə qolların bükülüb açılmasıdır. Əzələ yığılmasıdır. Yığılmadan gedir. Burada yazıram yığılması, əzələnin yığılması. Yəni, bilirik ki, qüvvə hərəkət qabiliyyətində ən çox işlətdiyimiz vacib olan söz bizdə əzələ sözüdür. Əzələ qüvvəsinə gedir. Güzəştedici də polimetrikdir. Və burada da əzələnin açılmasıdır. Yəni, burada güzəştedici ştank çiynimizdə oturmaqdır. İzometrikdə burada da yenə əzələ uyğunluğunun dəyişməməsidir. Əzələ uyğunluğun dəyişməməsi. Yəni, burada statik vəziyyət yaradırıq. Dəyişməməsidir. Yəni, burada da yenə irəli uzadılmış qollarda qantellər saxlayırıq statik vəziyyətdə. Qarışıqda isə nədir? Əzələlərin uzunluq və burada nə götürülür? Gərginlik götürülür, müəllimlər. Burada uzunluğu və gərginliyi götürülür. Yəni, etdiyimiz hərəkəti, belə deyim, dinamik və statik hərəkətlər edirik. Həm gimnastik halqalarda, məsələn, qüvvə ilə qalxıb dayaq edirik və xaç vəziyyətində keçirib saxlayırıq. Yəni, burada həm dinamik hərəkətimiz olur, həm də statik vəziyyətimiz olur. Gərginlik yazın bura. Yəni, bu da təzahür formalarına aiddir. Yəni, bu diqqət edici miyometrikdir. Əzələnin yığılmasından gedir söhbət. Burada yenə deyirəm, ştank ilə qolların bükülüb açılması, hərəkətlərini icra edirik. Polimetrik rejimdə əzələnin açılmasıdır və burada biz ştank çiynimizdə oturmaqdır. İzometrikdə
belə əzələ uyğunluğunun dəyişməməsindən gedir. İrəlidə saxlayırıq. Burada da qandelləri statik vəziyyət yaradırıq. Qarışıqda isə uzunluq və gərginlik vəziyyətində dəyişmir. Eyni vəziyyətdə saxlayırıq. Məsələn, burada da lap elə deyim, burada dəf edici və güzəşt edicini də qarışıq vəziyyətə aid edə bilərik. Yəni miometrik rejimdən polimetrik rejim. Yəni yığırıq, sonra da əzələlərimizin açılmasında bu hərəkətləri icra etdiririk. Ümumiyyətlə qüvvə hərəkət qabiliyyətində, məsələn, bir dənə sizə deyim, gimnastika diri üzərində şagirdin sağa sola tullanması. Yəni gimnastika iskamyasında şagird dayaq verib sağa sola tullanırsa, müəllimlər, burada tullanma deyilir, sürət güc bilərsiniz, ancaq bu qüvvə hərəkət qabiliyyətini icra etdirilir. Yəni qaz yerişi, qurbağavari hoppanaraq irəliləmək, oturuşda baldırdan tutmaqla irəliləmək, qıçları çarpaz vəziyyətdən oturub durmaq. Yəni bunlar hər biri qüvvə hərəkət qabiliyyətinin icrasında inkişaf etdirilir. Bir də qüvvə hərəkət qabiliyyətinin şərtləndirən əsas amillər var. Burada da yenə əzələnin elastikliyi nəzərdə tutulur. Hərəkəti yerinə yetirən əzələ qrupları innervasiya edilən sinir impulsların tezliyindən və gücündən asılı olan hərəkətlər götürülür. Əzələnin en kəsiyin qalınlığı götürülür. Eyni vaxtda hərəkətdə iştirak edən bir neçə əzələ qrupunun koordinasiyası nəzərə alınır. Ümumiyyətlə, söhbət əzələ qüvvəsinin, əzələ koordinasiyasından gedirsə, biz bunu qüvvə hərəkət qabiliyyətinə aid edirik. Və diaqnostik BSG ümumi məktəblərində qiymətləndirilməsi var. Burada da oğlanlar turnikdə, qızlar isə alçaq turnikdə hərəkət icra etdirir. 5-ci sinifdən 11-ci sinifə keçə zaman uzanaraq da ayaqda qolların bükülüb açılmasını götürürük oğlanlardan. Qızlardan isə gimnastika iskamyasında əlləri gimnastika iskamyasında əllərlə qolların bükülüb açılmasını götürürük. Belə, bu qədər. Hər birinizə uğurlar, can sağlığı arzu edirəm.